Əziz dostlar, əziz Azərbaycanlılar. Norveçin Azərbaycandakı səfiri olmaq mənim üçün çox böyük şərəfdir. Mən Bakıda demək olar ki 3 il yaşamışam və bu illər ərzində mən Azərbaycanın mədəniyyəti, tarixi və ənənələri ilə daha yaxından tanış olmuşam. Mən Azərbaycan bölgələrinə bəzi rəsmi və qeyri-rəsmi səfirlərini etmişəm. Mən minnətdaram ki, siz Azərbaycanlılar hər yerdə mənə qonaqpərvərlik və mehribanlıq göstərirsiniz. 12 ildə sosial müəyyətlərin, o cümlədən əlilliyə görə müəyyətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılmışdır. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə daha 5 müasir tipli qəsəbə salınmış, 15 min məcburi köçkün yeni mənzillərlə təmin edilmiş və digər sosial obyektlər istifadəyə verilmişdir. Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 430 milyon manat vəsait xərclənmişdir. İqtisadiyyatın inkişafında və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli yer tutan regionların sosial-iqtisadi inkişafı üzrə 3-cü dövlət proqramının icrası və il ərzində bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönədilmişdir. Dedim de dayı sanki üzülür ürəyimi. Onu nəqs sıxılır ürəyim. Bəs dayı da sən də 2 kəlmə söz deyirsən, sonra soxub gedirsən. Sağ ol, bəs sürünə. Ürəyim sıxılır.